Diktatorların taleyində təkrarlanan hadisələr var və bu təkrarlanan hadisələrdən biri də bu diktatoranın çökməsi və diktatorun ölkəni tərk eləməyə məcbur olmasıdır. Bu, xüsusən son 10 illiklərdə təkrar biz bu mənzərələri seyr edirik. Diktatoraların çökməsi, diktatorun ölkədən tələm-tələsik qaçması, diktatorun heykəllərinin darmadağın edilməsi və s. və s. Çox təəssüf ki, bu digərlərinə dərs olmur. Elə hər biri elə düşünürlər ki, onlar fərqlidirlər. O ki, qaldı onların topladığı sərvət məsələsinə. Çox maraqlı sual verirsiniz və haqlı sual verirsiniz və milyardlarla, 10 milyardlarla pul yığırlar bu diktatorlar, sərvət toplayırlar və qəribədir ki, daim qərblə konfliktdə olsalar da, qərb haqqında yekə danışsalar da, sərvətlərini əsasən qərbin banklarında, qərbin maliyyə mərkəzlərində saxlamağa üstünlük verirlər. Həm etibarlılıq baxımından, həm istifadə etmək imkanları baxımından. Və sonra da özləri çökəndən sonra o pulların taleyi sual altında qalır. Əvvəla o banklar bir qayda olaraq özəl banklar olur və özəl banklara qoyulan pulların, sərvətin taleyi ilə bağlı qərarların qəbul edilməsi hər hansı bir şərtə bağlanmır ki, diktator öldükdə yaxud qaçdıqda onun sərvəti onun xalqına geri qaytarılmalıdır. Belə bir müddəa görünür, həmin sənədlərdə, müqavillərdə olmur. Digər tərəfdən bu pul beynəlxalq münasibətlərin mövzusuna çevrilir. Yəni, təbii ki, banklar nə qədər özəl olsa da, müstəqil olsa da, o bankların olduğu ölkələrdəki mövcud hakimiyyətlər, mövcud elitalar həm o pulların öz dövlətlərinin maraqları üçün istifadə olunmasında maraqlı olurlar. Hətta özəl bankda olsa da həmin dövlətin maliyyə sisteminə daxil olan bir dəyər kimi istifadə olunmasına tərəfdar olurlar. Həm də ki, o pullardan bir bazarlıq mövzusu kimi istifadə olunur. Bu da dəfələrlə təkrarlanıbdır. Məsələn, 1979-cu ildə İran şahı Məhəmməd Rza Pəhləvinin çöküşündən sonra onun milyardlarla pulu Amerika Birləşmiş Ştatlarının banklarında qalmışdı və yeni hakimiyyət, İrandakı yeni hakimiyyət o pul